Sənə ötürürəm. Təşəkkür edirəm. Təbrik edirəm sizi qələbə münasibəti ilə. Ümumiyyətlə təəssüratlarını öyrənək. Сегодня вы победили, какие у вас ощущения? Ну, пока ощущений таких эйфории нету, потому что все-таки сезон был очень трудный. Мы играли против Мурова всегда очень тяжелые матчи. Команда очень с характером сильным, поэтому боролись до конца. Пока эмоций никаких нету. Просто рады, что победили. Deməliyəm ki, hələ qələbəni tam hiss eləmirəm. Çünki Murov çox güclü komandadır və biz çempionat boyu dəfələrlə onlarla qarşılaşmışıq. Görüşlərimiz həmişə çətin və qarşılıqlı mübarizə şəklində keçir. Yəqin ki, oyundan sonra mən qələbəni tam daha rahat hiss edə biləcəyəm. Son olaraq qısaca qarşıdakı hədəfləri də soruşaq. Но планы на следующий сезон, в принципе, мы постараемся сохранить костяк этой команды, потому что виден прогресс, как начало сезона мы начинали, и конец сезона, видно большой прогресс игроков. Очень интересные, перспективные есть игроки, поэтому будем работать теперь вместе с руководством клуба, чтобы сохранить костяк команды. Əsas məqsədimiz yeni Superliqa üçün budur ki, komandanın əsas özəyini saxlayıraq. Çünki komandanın fəth etdiyi yol göz önündədir və bizim çətinliklərimiz olmuşdu, amma oyuncular bunun öhdəsindən gələrək bir komanda ola bilmişdilər. Təşəkkür edirəm. Bir daha təbriklər. Спасибо, нам было очень приятно играть здесь. Çox sağ olun.